Salam, İqtisadi Həftə verilişi efirdədir. Həftənin əsas iqtisadi xəbərlərini sizə mən Orxan Məmmədov çatdıracağam. Daha sonra verilişimizi studiyamızın qonağı ilə davam etdirəcəyik. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri sözün əsl mənasında böyük əhəmiyyət daşıyan layihələrdir. Bu sözləri Prezident İlham Əliyev Gürcüstanın prezidenti Mixail Kavilaşvili ilə mətbuata bəyanatla çıxışı zamanı deyib. Dövlət başçısı bildirib ki, bu layihələr nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Və bugün əgər biz Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil. Hal-hazırda Gürcüstan daxil olmaqla Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bu ixrac Gürcüstan vasitəsilə həyata keçirilir. Nəqliyyat kommunikasiya sahəsində əldə edilmiş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm Gürcüstanda böyük sinergiya yaratmış və əslində orta dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bugün biz Cənubi Qafqazda orta dəhliz layihəsindən danışırıqsa, bu Azərbaycan və Gürcüstandan keçən dəhlizdir və ildən ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır. Prezident İlham Əliyev Sloveniyanın baş nazirini, müavini xarici işlər və Avropa məsələləri naziri Tanya Fayonu qəbul edib. Görüşdə ölkəmizin enerji sahəsində Balkan regionu, o cümlədən Sloveniya ilə əməkdaşlığının inkişafına toxunuldu və bu sahədə perspektivlərə dair fikir mübadiləsi aparıldı. İqtisadi-ticari münasibətlərimizin genişləndirilməsi üçün iki ölkənin biznes dairələri əsasında əlaqələrin inkişafının vacibliyi vurğulandı. Söhbət zamanı orta dəhlizin əhəmiyyəti qeyd edildi. Bu xüsusda Azərbaycanın və Sloveniyanın limanları arasında əməkdaşlıq məsələləri müzakirə olundu. Bakıda Azərbaycan-Sloveniya biznes forumu keçirilib. Forumda çıxış edən Xarici İşlər naziri Ceyhun Bayramov qarşılıqlı əlaqələrin inkişafı perspektivlərindən danışıb. Sloveniyanın baş nazirinin müavini Xarici İşlər və Avropa İşləri naziri Tanya Fayon nəzərə çatdırıb ki, orta dəhliz beynəlxalq ticarətin inkişafı üçün əhəmiyyətli xarakter daşıyır. Sonra yerli iş adamları və şirkət rəhbərlərinin Sloveniyadan gələn həmkarları ilə B2B və B2G formatında müzakirələr aparıblar. Müzakirələr zamanı iş adamları ölkəmizdə biznes mühiti, vergi sistemi və başqa məsələlər haqqında məlumat veriblər. Turizm, əczaçılıq, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən şirkətlər qarşılıqlı səfərlərin zəruriliyini bildirib və əməkdaşlıq əlaqələrinin davam etdirilməsi barəsində razılıq əldə ediblər. Sloveniya şirkətlərini Qarabağa və Şərqi Zəngəzura dəvət edirik. Şirkətlər regionda aparılan bərpa işlərində iştirak edə bilərlər. Bu sözləri Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Azərbaycan-Sloveniya biznes forumunda çıxışı zamanı deyib. Bildirib ki, Azərbaycanın əlverişli geostrateji mövqeyi, regionda lider iqtisadiyyatı, müasir infrastrukturu və güclü dövlət dəstəyi ilə beynəlxalq biznes üçün cəlbedici mühit yaradır. İqtisadiyyat naziri Mikhail Cabbarov Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Qudratovla videokonferans formatında görüşüb. Görüşdə qeyd edilib ki, ölkələrimiz arasında investisiya qoyuluşu, Azərbaycanın sənaye zonaları, xüsusilə də Qarabağda qida və sənaye üzrə birgə istehsalın təşkili və sair istiqamətlər üzrə səmərəli tərəfdaşlıq üçün geniş potensial var. Bu imkanların reallaşdırılması istiqamətində işlər davam etdirilir. Tərəflər iqtisadi əlaqələrin intensiv inkişafını məmnunluqla qeyd edərək, sərmayələr sahəsində əməkdaşlığın inkişafı və birgə layihələrin icrası barədə fikirlərini bölüşüblər. Görüş çərçivəsində Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib. İclasda qarşılıqlı investisiyaların təşviqi və biznes tərəfdaşlığının gücləndirilməsi məsələləri müzakirə olunub. İqtisadiyyat naziri Mikhail Cabbarov Rusiyanın Dövlət Qeydiyyatı, Kadastri və Kartografiya Federal Xidmətinin rəhbəri Aleks Kufinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə dövlət əmlakının idarə olunması, özəlləşdirilməsi, torpaqlardan səmərəli istifadə, daşınmaz əmlakın kadastrı və reyestri sahələrində ölkəmizdə görülmüş işlər diqqətə çatdırılıb. Tərəflər iqtisadi sahədə əməkdaşlığı, qurumlar arasında təcrübə və məlumat mübadiləsi, reyestr və kadastr məlumatlarının səmərəli istifadə və milli məkan infrastrukturunun qurulması barədə fikirlərini bölüşüblər. Pekində keçirilən Çin-Azərbaycan sənaye və investisiya əməkdaşlığının təşviqi konfransı çərçivəsində sənaye, o cümlədən avtomobil və yüngül sənaye, eləcə də birgə investisiya təşəbbüslərinin təşviqi sahələrini əhatə edən 13 əməkdaşlıq sənədi imzalanıb. Konfransda sənaye, energetika, nəqliyyat, logistika, kənd təsərrüfatı, informasiya kommunikasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən 200-ədək sahibkar iştirak edib. Tədbirdə yerli qurumlar tərəfindən göstərilən investisiya xidmətləri, mövcud güzəştlər və imtiyazlar barədə informasiya sərgisi də təşkil olunub. İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların ərzaq və əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi, tənzimlənən qiymətlərin artırılmaması fərziyyəsi, eləcə də anti-inflyasiya tədbirləri nəzərə alınaraq baza ssenaridə cari il üzrə 5,1% proqnozlaşdırılan orta illik inflyasiya tədricən azalaraq 2029-cu ildə 3,8% olacağı gözlənilir. Bu barədə Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2026-2029-cu illəri əhatə edən orta müddətli büdcə çərçivəsində məlumat verilib. Həmçinin sənədə əsasən neftin bir barelinin orta illik ixrac qiyməti 2026-cı il üçün $65 və 2027-2029-cu illər üçün də eyni qalacağı fərz edilib. Energetika Nazirliyinin məlumatına əsasən cari ilin birinci rübü ərzində Azərbaycanda kondensatla birlikdə 6,9 milyon ton neft hasil edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,18% və ya 0,4 milyon ton azdır. Eyni dövrdə ölkədə 12,6 milyard kubmetr təbii qaz hasil edilib. Cari ilin yanvar-mart ayları üzrə respublikada elektrik enerjisinin istehsalı 7 milyard 171,8 milyon kilovat-saat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında 243,9 milyon kilovat-saat artım qeydə alınıb. Martın 31-nə Dövlət Neft Fondunun aktivləri 2024-cü ilin sonuna nisbətən 4,5% artaraq 62 milyard 740,2 milyon dollar təşkil edib. Bu barədə fondun 2025-ci ilin yanvar-mart ayları üzrə gəlir və xərclərinə dair məlumatında bildirilib. Yanvar-mart ayları ərzində Dövlət Neft Fondunun büdcə gəlirləri 3 milyard 249,2 milyon manat, büdcə xərcləri isə 3 milyard 643,3 milyon manat təşkil edib. Horadiz-Ağbənd dəmir yol xəttinin layihələndirmə işlərinin 83%, tikinti quraşdırma işlərinin isə 63%-i tamamlanıb. Azərbaycan Dəmir Yolları xəbər verir ki, uzunluğu 110,4 km olan dəmir yol xəttinin ox üzrə 75,6 km hissəsi tamamlanıb, uzun ölçülü relslərin 65,6 km quraşdırılıb. Xankəndi, Ağdərə və Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Bunu Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov deyib. Bildirib ki, hazırda yerli və xarici investorlar üçün münbit şərait yaradılır. Bu ərazilərdə 3000-dən artıq şəxs ilin sonuna kimi işlə təmin olunacaq. Dövlət Statistika Komitəsi xəbər verir ki, yanvar-mart aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6% artaraq 20 milyard 690,7 milyon manat və ya hər nəfərə orta hesabla 2022,6 manat olub. Startap şəhadətnaməsi almaq üçün KOP subyektlərindən kiçik və orta biznesin inkişaf agentliyinə 9 müraciət daxil olub və onlardan 7-sinə startap şəhadətnaməsinin verilməsi barədə qərar qəbul edilib. Bununla da startap şəhadətnaməsi almış KOP subyektlərinin sayı 206-ya çatıb. Dövlət Vergi Xidmətinin sahibkarlara bir müraciəti var. Belə ki, son zamanlar İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet vergi idarəsinə daxil olmaq üçün vergi orqanının vergi ödəyicilərinə verdiyi istifadəçi giriş məlumatlarının ələ keçirilməsi halları müşahidə edilməkdədir. Belə halların qarşısının alınması məqsədi ilə vergi ödəyicilərinə bir sıra önləyici tədbirlərin görülməsi tövsiyə olunur. Valyuta məzənnələri.
Mərkəzi Bankın məlumatına əsasən 1 dollar 1 manat 70 qəpik, 1 avro 1 manat 93 qəpik, 10 Türkiyə lirəsi 45 qəpiyə mübadilə olunur. MT bazarı. Dünya bazarlarında Azərbaycan neftinin bir bareli 69 dollar 34 sent təşkil edir. Qızılın bir unsiyası 3328 dollar 40 sentdir. Hörmətli dinləyicilər, eləcə də bizi YouTube və Facebook vasitəsilə izləyən tamaşaçılar, həftənin əsas iqtisadi xəbərlərini diqqətinizə çatdırdım. İndi isə verilişimizi studiyamızın qonağı ilə davam etdiririk. Studiyamızın qonağı İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırovdur. Kənan müəllim, xoş gördük sizi. Çox sağ olun, mən də sizi salamlayıram, sizin dinləyiciləri salamlayıram. Və bugün biz peşə məktəblərindən bağlı danışacağıq və ilk sualım da elə ondan ibarətdir ki, Peşə Təhsil Mərkəzi haqqında bizə məlumat verərdiniz ki, ümumiyyətcə fəaliyyəti nə zamandan başlayıb, nə işlər görürsünüz, bu haqda zəhmət olmasın. Demək, İqtisadi Zonaların İnkişafı Agentliyi nəzdində Peşə Təhsil Mərkəzi 2020-ci ildə fəaliyyətə başlayıb. Mərkəzin açılışı ölkə başçımız cənab İlham Əliyev tərəfindən həyata keçirilib. Mərkəzin yaradılmağında məqsəd də Azərbaycanda sənaye müəssisələrini zəruri kadr ehtiyacını təmin etməkdir. Peşə Təhsil Mərkəzi ötən dövr ərzində əsasən 2 istiqamət üzrə tədrisi həyata keçirib. Bunlardan birinci sənaye peşələridir. Digər istiqamət isə IT sahəsidir ki, bu da ölkə üçün çox prioritet sahədir. Bu iki istiqamətdə bizdə deməli peşə təhsil səviyyəsində kadr hazırlığı həyata keçirilir. Və ötən ilə qayıdaq, bir növ hesabat kimi. Ötən il necə yadda qaldı Peşə Təhsil Mərkəzinin? Mən onu vurğulayım ki, baxımından? 2023-24-cü tədris ilində deməli Peşə Təhsil Mərkəzinin fəaliyyətinə çox uğurlu istiqamətlər mövcud olmuşdu. Bunlardan bir neçəsini vurğulaya bilərəm. Biz dünya üzrə nüfuzlu qaynaq sahəsində ixtisaslaşmış CWI şirkətinə memorandum imzaladıq, əməkdaşlığa başladıq. Bununla yanaşı peşə təhsilində ilklərdən biri olaraq ikili diplom proqramının İsveçrədən tətbiqinə başladıq. İsveçrənin Swiss Montreux Business School-la əməkdaşlıq çərçivəsində tələbələr üçün distant formada təhsil hüququnu yaratdıq. Bununla yanaşı biz Holcim, bu da dünya brendlərindən biridir və Azərbaycanda kifayət qədər paya sahib olan istehsal müəssisələrinin biridir. Holcim şirkətinə əməkdaşlığa başladıq və Azərbaycanda ilk dəfə olaraq usta mənəm müsabiqəsini həyata keçirdik. Ümumiyyətlə bu layihənin də məqsədi peşə təhsilini ölkədə təbliğ etmək, gənclərin peşə təhsilinin istiqamətlənməsinə töhfə etmək və təhsilin əhəmiyyətini insanlara vurğulanmaqdır. Mən onda qeyd edirəm ki, bu il artıq biz usta mənəm 2 müsabiqəsinin keçirməsinə başlamışıq. May-iyun aylarında artıq bu bütün respublikanı əhatə edən bir layihədir. Keçən ilki layihə çərçivəsində 14 rayonda deməli müsabiqələr keçirildi və respublikanın müxtəlif bölgələrindən olan ustalar orada yarışırdılar. Bu ildə artıq 17 deməli mərkəzi rayon olmaqla biz ustaların cəlbi nəzərdə tuturuq. Bununla yanaşı peşə təhsilində 2023-24-cü tədris ili ilə müqayisədə biz tələbə sayını artırdıq və artıq 2024-cü ilin sentyabrından başlayaraq Peşə Təhsil Mərkəzində 420 tələbə təhsilini başladı. Mən xüsusi vurğulamaq istəyirəm ki, Azərbaycanda ilk dəfə olaraq alternativ enerji sahəsində peşə təhsil səviyyəsində təhsil imkanları yaradıldı və 2024-cü ildə ilk qəbul həyata keçirildi. Bu deməli bərpa olunan enerji avadanlıqlarının xidmət üzrə mütəxəssislərin hazırlanması ixtisasıdır və bizim Peşə Təhsil Mərkəzində o ilklərdən birini etməklə bizdə hal-hazırda bir qrup tələbələr, yəni 19 tələbə bu ixtisas üzrə təhsil həyata keçirir. Bu yüksək texniki peşə səviyyəsində həyata keçirilir. Çox gözəl. Digər hansı istiqamətlərdə təhsil verirsiniz? Hansı ixtisasları vurğulasaq, bir ikisini dediniz artıq. Bəli, informasiya texnologiyaları sahəsində bizdə IT, informasiya texnologiyaları üzrə mütəxəssisin hazırlanması, eləcə də kompüter sistemlərinin proqramlaşması üzrə deməli kadr hazırlığıdır. Eləcə də web dizayner, qrafik dizayner ixtisaslarıdır. Sənaye peşələrində biz havalandırma və isitmə sistemləri üzrə operatorları qeyd edə bilərik, qaynağı qeyd edə bilərik, proqramla idarənin dəzgahlarının operatoru ixtisasını qeyd edə bilərik, avtomatikanı, elektronika ixtisaslarını qeyd edə bilərik. Deməli və bu ixtisaslar eləcə də turn of phrase
ixtisasını qeyd edə bilərik ki, bu ixtisaslarda bizdə həm texniki peşə, eləcə də ilkin texniki peşə və yüksək texniki peşə səviyyələrində tədris həyata keçirilir və bütün bu ixtisaslar da məhz işə götürənlərlə, rezidentlərlə keçirilən görüşlərin nəticəsində bizdə müəyyən edilir və biz növbəti il artıq tədris üzrə qəbul planını verdiyimiz zaman rezidentlərin ehtiyacını nəzərə alaraq bu qəbul planını təqdim edirik. Kənan müəllim, bilirik ki, siz də qeyd etdiyiniz kimi Sumqayıt Kimya Sənaye Parkında yerləşir peşə təhsil mərkəzi. Əslində bunun bir üstünlüyü gözə çarpır ki, sırf istehsalatın sanki içindədirlər həmin o tələbələr. Digər üstünlüklər barədə istərdik ki, çox doğru qeyd elədiniz. Biz yeganə peşə təhsil mərkəziyik ki, məhz Azərbaycanda sənaye parkının ərazisində yerləşir və ətrafımızda kifayət qədər çoxlu sayda sənaye müəssisələri var, rezidentlər var. Ümumiyyətlə Sumqayıt Kimya Sənaye Parkı regionun ən böyük sənaye parkıdır və biz işə götürənlərlə sıx ümumiyyətlə tədrisi də, istehsal təcrübə prosesini də, eləcə də tələbə qəbulu üzrə planı da həyata keçiririk. Bununla yanaşı sənaye parkında yerləşməsi tələbələrin növbəti mərhələdə artıq məzun olduqları dövrdə məşğulluğun təmin olunması üçün geniş imkanlar yaradır və onlar praktik sənayedə təcrübəni qazanmaqla əlbəttə ki, deməli əmək bazarında çıxışını çox asan şəkildə həyata keçirə bilirlər. Mən qeyd edim, bizdə peşə təhsil mərkəzində dual IT sahəsində dual tədris həyata keçirilir, onu da vurğulayım. Dual deməli bu proqramda, yəni dual təhsildə təhsil alan tələbələrin tədris ilinə uyğun olaraq təbii ki 1, 2, 3 gün müddətində əlbəttə ki onların istehsal təcrübələri və praktikaları birbaşa müəssisədə həyata keçirilir. Bu da onlara həm təhsil, həm də iş səriştələrin, bacarıqların formalaşdırması. Burada təkcə biz ixtisas yönümlü sərt bacarıqlardan danışmırıq, yumşaq bacarıqların formalaşmasında çox müsbət təsirini göstərir. Dual proqramı artıq birinci fazasını yekunlaşdırıb 3 il müddətində bizdə İqtisadi Peşə Təhsil Mərkəzi 2 mərkəzdən biri olub ki, Almaniyanın dəstəyi ilə bu həyata keçirilib, BİV təşkilatının dəstəyi ilə həyata keçirilib. Birinci fazası yekunlaşdırıb. Mən xüsusi vurğulayım ki, ikinci fazanın artıq icrasına başlamışıq. Bu da növbəti 3 ili əhatə eləyəcək. Burada isə yeni 2 ixtisasdır. Bu kənd təsərrüfatında ağıl idarə etmə sahəsidir və alternativ bərpa olunan enerji sahəsində mütəxəssislərin hazırlanmasıdır ki, hər iki istiqamət bəli ölkə üçün çox prioritet istiqamətdir. Kənan müəllim, işlə bağlı söz açdınız. Ümumiyyətcə, məşğulluğun artırılmasında peşə təhsil mərkəzinin rolu barədə istərdik danışasınız. Bəli, mən qeyd edeyim ki, bizim 23-24-cü ildə tədrisini deməli başa vurmuş və məzun olmuş bizim tələbələrin artıq ondan sonraki dövr ərzində 65.4%-nin məşğulluğu təmin edilmişdi və bunun da bir qismi məhz qeyd etdiyim kimi bizim rezidentlərdə həyata keçirilmişdi, digər qismi isə ölkədə nüfuzlu peşə təhsil, daha doğrusu istehsal müəssisələrində bunların məşğulluğu təyin olmuşdu. Biz bu istiqamətdə xüsusi olaraq əməkdaşlığımızı genişləndiririk. Demək olar ki, hər il biz çoxlu sayda müəssisələrlə anlaşma memorandumları, birgə fəaliyyətə dair əməkdaşlığa dair müqavilələr bağlayırıq və orada tələbələr üçün iş imkanı yaradırıq. Hansı müəssisələrlə, hansı ümumiyyətcə əlaqə baxımından mövcud əlaqələr və qarşıda duran quracağınız əlaqələr barədə zəhmət olmasa danışarsınız. Deməli, mövcud əlaqələrlə bağlı bizim demək olar ki 40-dan çox deməli həm istehsal müəssisələri ilə, bəli, yerli və xariciləri də nəzərə alsaq, 40-dan çox müəssisə ilə əməkdaşlığımız mövcuddur və məhz məşğulluğun da təmin olmasında bu müəssisələrin çox aktiv rolu var. Mən bayaq dual proqramını qeyd etdim. Dual proqramında artıq məzun olacaq şəxslərin məşğulluqları onların təcrübə keçdiyi müəssisədə təmin edilir. Bu istiqamətdə uğurdur, çünki istehsal təcrübəsi zamanı eləcə də dual proqram çərçivəsində təcrübədə olan gənclərin müəssisəni tanıması, müəssisənin onların bacarıqlarını tanıması, onların növbəti mərhələdə işlə təmin olması üçün çox asanlıqla imkan yaradır. Buna yanaşı biz çox sıx işləyirik Azərsun Holdinglə. Azərsun Holding bizim partnyorumuzdur. Bununla bağlı mən ATS Food şirkətini qeyd edə bilərəm, ki, hansı ki Sumqayıt ərazisində yerləşir. Azərflot, STP şirkəti olsun və eləcə də bir sıra müəssisələrimizin sayı çoxdur. Bayaq onu qeyd etdim, 40-dan çox müəssisə ilə bizim sıx əməkdaşlığımız mövcuddur. Həm uşaqların təcrübə imkanlarının yaradılması baxımından, həm də onların məşğulluğunun təmin olunması baxımından. Eləcə də digər rezidentlər. Və əlbəttə ki, hər bir
idarə kimi sizin mərkəziniz də yəqin ki, qarşısına hər hansı bir hədəflər qoyub. Yəni bu hədəflər haqqında istəyərdik sizdən məlumat alaq. Bəli, bizim növbəti hədəfdə əlbəttə ki, tələbə sayının artırılmasını biz qarşımıza hədəf qoymuşuq. Çünki bildiyiniz kimi rezidentlərimizin sayı çoxalır. Ölkədə artıq investisiya yatırımları gedir, iqtisadiyyat inkişaf eləyir. Mən xüsusi olaraq qeyd etmək istəyirəm Qarabağ bölgəsini ki, orada tikinti, quruculuq işləri, istehsal müəssisələrinin yaradılması yeni kadr ehtiyacını formalaşdırır. Biz bu proqnozları nəzərə alaraq tələbə sayımızın növbəti il üçün artıq təqdim etmişik. Qəbul planımızı tələbə sayı ilə bağlı və orada da bu sənaye müəssisələrinin ehtiyacına uyğun sifariş əlbəttə ki, göstərmişik. Bu istiqamətdə biz əməkdaşlığımızı genişləndirməyə hədəfləmişik. Bununla yanaşı növbəti əməkdaşlığımızla bağlı müxtəlif nüfuzlu təhsil müəssisələri ilə, eləcə də istehsal müəssisələri ilə əməkdaşlığımızın genişləndirilməsini xüsusi hədəf kimi qoymuşuq. Mən bir məqamı qeyd etmək istəyirəm ki, növbəti həftə bizim Gizik Holding və Gizik İstanbul Universitetinin əməkdaşlıqla bağlı memorandum imzalanması fəaliyyəti həyata keçiriləcək və bu da tələbələrimiz üçün həm növbəti mərhələdə təhsil imkanı yaradacaq, həm də onların məşğulluğu və təcrübə imkanlarının genişləndirilməsinə imkanlar yaradacaq. Bu istiqamətdə də hədəflərimiz böyükdür. Eləcə də bayaq qeyd etdiyimiz dualın ikinci fazası üzrə artıq yeni iki istiqamətdə həm alternativ enerji, həm də kənd təsərrüfatı sahəsində kadrların hazırlığı məsələsini prioritet hesab edirik. Bununla bağlı əməkdaşlığımızı genişləndiririk və əlbəttə ki, bizlə işləyən müəssisələrin sayının artırılması, çünki bu birbaşa tələbələr üçün yeni imkanlar deməkdir. Həm təcrübə baxımından, həm iş imkanı baxımından əlbəttə ki, sayıların artırılması üçün əməkdaşlığımız davam eləyir və növbəti müddətdə də artıq biz yeni bir neçə müəssisələr var ki, artıq plandadır ki, onlarla memorandumlar imzalayıb əməkdaşlığa başlayacağıq. Və Kənan müəllim, sonuncu sualım sizə bir ekspert rəyi deyək də buna. Sizin fikrinizcə, niyə məhz tələbələr peşə təhsilinə üst tutmalıdırlar? Ümumiyyətlə, dünya təcrübəsində də baxsaq, biz sənayenin inkişafında istehsal müəssisələrinin əsas aparıcı qüvvəsinin məhz peşə, ixtisas sahibi olan mütəxəssislərin üzərində olduğunu görə bilərik. Biz bunu əməkdaşlıq etdiyimiz həm layihə çərçivəsində Almaniya modelində və digər modellərdə görə bilərik. Ümumiyyətlə, peşə təhsilinin çox mühüm əhəmiyyəti var və son dövrdə də ölkə başçısının bu istiqamətdə müvafiq tapşırıqları və diqqəti böyükdür və biz yeni yaradılan müəssisələrin kadr təminatında əlbəttə ki, peşə təhsilini bitirmiş mütəxəssislərə çox ehtiyac duyuruq və bu baxımdan da gənclərin bu istiqamətə yönlənməsi, onların peşəkarlıq və səriştələrinin peşə təhsil müəssisələrində formalaşdırılması əmək bazarı üçün dayanıqlı kadr təminatı həyata keçirməyə imkan verəcək. Ona görə mən istərdim bütün o gəncləri üzümü tutum və bildirim ki, əlbəttə ki, peşə təhsilinin çox mühüm əhəmiyyəti var ölkə üçün və kimlərsə şagirdlikdən hansısa bir səriştələr formalaşdırıbsa, bununla paralel təhsili də önəmli hesab etməlidirlər və peşə təhsilini də almalıdırlar. Gənclərin bu istiqamətdə peşə təhsilinə yönləndirilməsi onların dayanıqlı iş imkanları yaratmasına imkan verəcək. Kənan müəllim, vaxt ayırıb gəldiyiniz üçün və faydalı məlumatlar verdiyiniz üçün təşəkkür edirəm sizə. Mən təşəkkür edirəm, çox sağ olun. Sağ olun. Xatırladım ki, studiyamızın qonağı İqtisadi Zonaların İnkişafı Agentliyinin nəzdində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov idi. Bununla da İqtisadi Həftə verilişi sona çatır. Bizim CBC FM Azərbaycan YouTube və Facebook səhifələrini izləməyi unutmayın. Sağ olun.